Və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Gözmuncuğu və dua və onun kimi şeylər asmağın hökmü barədə. Allah subhanahu ta'ala buyurur: "Qul əfərəaytum mə təd'un min dunillahi in əradəniyallahu bidurrin həl hunnə kəşfətu durrih əv əradəni bi rahmətin həl hunnə mumsikatu rahmətih qul hasbiyallah aleyhi yətəvəkkəlul mütəvəkkilun." Allah subhanahu ta'ala buyurur ki, de ki, Allahdan başqa ibadət etdiklərinizi gördünüzmü? Əgər Allah Taala mənə bir ziyan vermək istəsə, onlar həmin o ziyanı məndən dəf edə bilərlərmi? Və yaxud Allah Taala mənə bir rəhmət istəsə, bir rəhmət bəxş etmək istəsə, onlar Allahın rəhmətinə mane ola bilərlərmi? De ki, Allah mənə kifayətdir, təvəkkül edənlər yalnız ona təvəkkül edirlər. Zümər surəsinin 38-ci ayəsi. Uqbə bin Amir radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belədir. Kim göz muncuğu asarsa, Allah Taala ona tamamlamasın. Hədisi Əhməd rəvayət etmişdir. Və hədisin başqa rəvayətində Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. Kim göz muncuğu asarsa, artıq şirk etmişdir. Abdullah bin Uqeyyim radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Kim bir şey asarsa və yaxud qəlbini bir şeyə bağlayarsa, həmin şeyə həvalə olunar. Hədisi Tirmizi rəvayət etmişdir. Abdullah bin Məsud radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Həqiqətən ruqiyyə, göz muncuqları və tivələ şirkdir. Hədisi Əhməd və Əbu Davud rəvayət etmişdir. Tivələ sihirbazların düzəltdikləri bir şeydir. Zənn edirlər ki, həmin şey qadını kişisinə, kişini də qadına sevdirir. Göz muncuğu və yaxud ona bənzər şeylər, hansı ki, insan öz üzərindən asır, dua kimi, dua yazdırmaq kimi, gözdən qorumaqdan ötürü və yaxud həsəddən qorumaqdan ötürü belə bir şeylər kim onlardan asarsa və yaxud üzərindən asıb qəlbini həmin şeyə bağlayarsa, Peyğəmbər sallallahu aleyhi və səlləm artıq ona bəddua etmişdir ki, onun istədiyi xeyrə və yaxud istəyir ki, şər ondan uzaqlaşsın və yaxud xeyri gəlsin, Allah Taala ona həmin bu istədiyi şeyi tamamlamasın. Və həmin şeyləri üzərdən, insan öz üzərindən asması şirkdir. Bu dərsdən götürdüyümüz faydalardan biri odur ki, kim göz muncuğu və yaxud dua asarsa və etiqad edərsə ki, həmin astığı şey özü özlüyündə ona kömək eləyir, artıq bu böyük şirk olur. Çünki Allahdan qeyrisinin xeyir verdiyini və ziyan verdiyini etiqad edir. Yox, əgər səbəb kimi etiqad edərsə, bu kiçik şirk olur. Çünki Allahın səbəb etmədiyi bir şeyi nə dinlə, nə də ki, dünyada səbəb etmədiyi bir şeyi səbəb saymış olur. Və faydalardan biri odur ki, göz muncuğu və duaların gözdən qorumaqdan ötürü hamayların asmağın insan öz üzərindən icazəli olmadığı. İstəyir həmin asılan şey Quran-ı Kərimdən olsa belə. Çünki sahabələr bunu etməyiblər və Abdullah bin Məsud radiyallahu bunu inkar etmişdir və eləcə də bu insanın Qurandan dualar yazıb asmağı, başqa şeyləri də asmağa gətirib çıxardır və bu Quranı aşağılamağa da gətirib çıxardır. Ola bilsin ki, üstündə Quran olsun, neynəsin, həmin Quranla çirkin yerlərə girsin. Və eləcə də buna maşından asılan dualar və eləcə də Quran-ı Kərimi göz qaytarmaqdan ötürü, həsədi qaytarmaqdan ötürü asmaq da daxildir. Allah Teala bizə istifadəndən etsin. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. İhlasla.com saytı tərəfindən təqdim olundu.